Bismillahirrahmanirrahim. Qala Rasulullah sallallahu aleyhi ve alihi ve sellem. Allah'ın Resulü dedi ve yahut buyurdu. Hayrukum men teallemel Kur'ane ve allemeh. Hayrukum, kum siz şəxs əvəzliyidir. Sizin en xeyirliləriniz və yaxud en yaxşılarınız mən o şəxsdir. Təalləməl Qur'an, Qur'anı öyrənər və alləməh və onu öyrədər. Əlbəttə burada bir mən var ki, o şəxs öyrədər. Hu isə Qur'ana qayıdır. Yəni onu öyrədər. Yəni Qur'anı öyrədər. Biz burada çox diqqətli olmalıyıq. Bu sonda olan hə hərfinin öz səsini eşitdirək. Yəni səhvən və alləmə demək. Və alləmə Baxın bu səsi eşitdirməyə çalışaq. İndi isə öz Azərbaycan dilimizdə olan tərcüməsinə diqqət yetirək. Sizin ən yaxşılarınız Qur'anı öyrənənlər və onu digərlərinə öyrədənlərdir. Əlbəttə, hədisin ərəb yazılışında, ərəb dilindəki olan kəlmələrində digərlərinə kəlməsi yoxdur. Sadəcə tərcümənin biraz da aydın, biraz da geniş bir formada olması üçün bu digərlərinə sözü də mötərizə içərisində yazılmışdır. İnşallah bizlər də çalışmalıyıq. Peyğəmbərimizin bu hədisdə buyurduğu o ən xeyirli, ən yaxşı insanlardan olaq. Necə? Əvvəla Quran-ı Kərimi düzgün, gözəl bir şəkildə oxunuşunu öyrənməyə çalışaq və bununla yanaşı hədisdə buyurulduğu kimi digərlərinə öyrətməyə çalışaq. İnşallah Quran-ı Kərimin əlbəttə bacardığımız qədər tərcüməsi, təfsirini öyrənməyə çalışaq və ən əsası uca Allahımızın Quran-ı Kərimdə buyurduqlarını öz həyatımızda çalışaq tətbiq edək inşallah. Esselamu aleykum və rəhmətullahi və bərəkətuhu.